İnterval latın sözdür, məsafə deməkdir. Orta məktəb dəstək kitablarında və yaxud da gündəlik həyatımızda məsafə anlayışı var. Məsələn, pianino ilə oturacaq stolunun arasındakı məsafə və yaxud da qapı ilə pəncərənin arasındakı məsafə və yaxud da evlə işin arasındakı məsafə ya da Nərmin müəllimlə Gülşən müəlliminin arasındakı məsafə. Bütün sahələrdə, fənlərdə, gündəlik həyatımızda məsafə anlayışı olduğu kimi, necə ki fizika, kimya, biologiyada, məsələn, coğrafiyada məsafə anlayışı olduğu kimi və yaxud da həndəsədə. Eyni zamanda musiqi nəzəriyyə fənnində məsafə anlayışı var. İki səsin arasındakı olan məsafəyə interval deyilir. İki səsin arasındakı olan məsafəyə. İki səsdir. Klaviatur adı bir oktava çərçivəsində göstərəcəm. İki səsin arasındakı məsafə interval adlanır. İntervalın birinci adı əsas, ikinci adı isə zirvə adlanır. İntervalın birinci səsi əsasdır, ikinci səsi isə zirvədir. İki səs arasında olan məsafəyə interval deyilir və yaxud da iki səsin birgə və yaxud da ardıcıl səslənməsinə interval deyilir. Bildik ki, bütün sahələrdə, fənlərdə, gündəlik həyatımızda məsafə anlayışı olduğu kimi, musiqi nəzəriyyə fənnində məsafə anlayışı var və bu həmin anlayışa interval deyilir. İntervalın birinci səsi əsas və ikinci səsi zirvədir. İntervallar ifasına görə iki yerə bölünür: harmonik və melodik. Birinci səs əsasdır, ikinci səs zirvədir. İntervallar ifasına görə iki yerə bölünür: harmonik və melodik. Birinci və ikinci səs, yəni əsas və zirvə səs birgə səslənərsə, harmonik interval adlanır. Əsas və zirvə bir yerdə səslənirsə, bu harmonikdir. Harmonik intervaldır. Əsas və zirvə, birinci və ikinci səslər ardıcıl səslənirsə, bu melodik intervaldır. Deməli, əsas və zirvə səs birgə səslənərsə, harmonik, əsas və zirvə ardıcıl səslənərsə, bu melodik intervaldır. İntervallar növünə görə bir neçə yerə bölünür: sadə və mürəkkəb, diatonik və xromatik, üçtonlu və xarakterik, yəni xassətli. Sadə intervallar bir oktava çərçivəsindən geniş olmayan intervala deyilir. Sadə intervallar bir oktavadan geniş olmur. Yalnız bir oktava çərçivəsində olur. Bir oktava çərçivəsində olan intervala sadə interval deyilir. Bir oktava çərçivəsində olur. Bir oktava çərçivəsindədir. Mürəkkəb intervalları isə bir oktava çərçivəsindən geniş olur, 2 oktava olur. 2 oktava. Sadə interval bir oktava çərçivəsindədir. Mürəkkəb intervalları 2 oktava çərçivəsindədir. Sadə intervallar birinci oktavanın do notundan ikinci oktavanın do notuna kimidir. Sadə intervallar birinci oktavanın do notundan ikinci oktavanın do notuna kimidir. Amma mürəkkəb intervallar birinci oktavanın do notundan üçüncü oktavanın do notuna kimidir. Sadə intervalın oktava çərçivəsi birinci oktavanın dosundan ikinci oktavanın dosuna kimi. Mürəkkəb intervallar birinci oktavanın do notundan üçüncü oktavanın do notuna kimi. Sadə interval çərçivəsi, mürəkkəb intervalın çərçivəsi. İntervallar təyin olunur pillə sayı və keyfiyyət ölçüsünə görə. Biz intervalları onun pillə sayına və ton tərkibinə görə fərqləndiririk.
intervallar pillə sayı və keyfiyyət ölçüsünə görə təyin olunur. Pillə sayı və keyfiyyət ölçüsünə görə. Yəni ton tərkibi. Keyfiyyət ölçüsü ton tərkibindən söhbət gedir. İstər sadə intervallar, istərsə də mürəkkəb intervallar keyfiyyət ölçüsünə görə 5 yerə bölünür. 5 keyfiyyət ölçüsü var. Xalis, kiçik, böyük, əskildilmiş və artırılmış. Xalis, kiçik, böyük, əskildilmiş və artırılmış. Böyük intervallar həmişə kiçik intervaldan ton tərkibinə görə geridə olur. Hər zaman kiçik interval böyük intervaldan birinci olur. Sıralama belə də xalis, kiçik, böyük, əskildilmiş, artırılmış. Bu keyfiyyət ölçüsünə görə belə sıralanıb, bu cür sıralanıb. Xalis intervallar. Xalis intervallar səslənməsinə görə sabitdir, ahənglidir, təmiz səslənir. Ümumiyyətlə xalis intervallar təmiz səslənir, ahəngli səslənir. Xalis intervallar, sadə intervallarda xalis intervallar xalis prima, xalis kvarta, xalis kvinta, xalis oktavadır. Mürəkkəb intervallarda isə xalis intervallar xalis undesimadır, xalis undesimadır, xalis duodesimadır və xalis kvintesimadır. Sadə intervallarda xalis intervallar xalis prima, xalis kvarta, xalis kvinta, xalis oktava və mürəkkəb intervallarda isə xalis undesima, xalis duodesima və xalis kvintesima. Kiçik intervallar. Kiçik intervallar səslənməsinə görə qəmgindir, kədərlidir, sızdır. Kiçik intervallar kiçik sekunda, kiçik tersiya, kiçik sekstas, kiçik septima və yaxud da ki sadə intervallarda kiçik sekunda, kiçik tersiya, kiçik seksta və kiçik septima və daha sonra isə mürəkkəb intervallarda isə kiçik nona, kiçik desima, sonra kiçik testesima, kiçik kvartesima bunlardır. Sadə intervallar qəmgin səslənirlər, kədərlidir. Xalis təmiz səslənir. Böyük interval şəndir və kiçik interval qəmgindir. Ümumiyyətlə bunları bəzən də fikirləşmək lazımdır ki, böyük şəndir, kiçik qəmgindir. Biraz bunu əlaqəli oxşatmaq da olar ki, məsələn, biri majora bənzəyir, biri minora bənzəyir. İntervallar pillə sayı və keyfiyyət ölçüsünə görə müəyyən edilir. Pillə sayı və keyfiyyət ölçüsünə görə müəyyən edilir. Prima intervalı bir pillə təşkil edir. Prima intervalı bir pillə, sekunda intervalı 2 pillə, tersiya intervalı 3 pillə, kvart intervalı 4 pillə, kvint intervalı 5 pillə, seksta intervalı 6 pillə, septima intervalı 7 pillə və oktava intervalı 8 pillə təşkil edir. Xalis prima intervalı. Xalis primanın pillə sayı 1-dir. Do, do. İki do səsinin arasında olan məsafə 1 pillədir. Keyfiyyət ölçüsü, yəni ton tərkibi 0 tondur. Xalis prima pillə sayı 1, ton tərkibi 0 ton. Kiçik sekunda. Kiçik sekunda pillə sayı 2-dir. Do, re bemol. Do ilə re bemolun arasındakı pillə sayı 2-dir. Do birinci pillədir, re bemol ikinci pillədir. Do, re bemol 2 pillə, ton tərkibi isə yarım tondur. Böyük sekunda. Böyük sekundanın pillə sayı 2-dir, ton tərkibi 1 tondur. Do birinci pillədir, re ikinci pillədir. Do ilə re'nin arası keyfiyyət ölçüsü 1 tondur. Do, mi bemol, kiçik tersiya. Do, mi bemol, kiçik tersiya. Do birinci pillədir, mi bemol üçüncü pillədir.
do birinci pillə, re ikinci pillə, mi bemol üçüncü pillə. Do ilə mi bemol arasında bir ton yarım məsafə var. Bir ton yarım. Böyük tersiya. Böyük tersiya pillə sayı 3'dür. Do birinci pillədir, re ikinci pillədir, mi üçüncü pillədir. Do birinci pillə, re ikinci pillə, mi üçüncü pillə. Ton tərkibi, yəni keyfiyyət ölçüsündən səbəb gedir. 1 ton, 2 ton. Xalis kvarta. Do, fa. Do birinci pillə, re ikinci pillə, mi üçüncü pillə, fa dördüncü pillə. Pillə sayı 4'dür, ton tərkibi 1 ton, 2 ton, yarım. Xalis kvarta, 2 ton, yarım. Xalis kvinta. Xalis kvinta pillə sayı 5'dir. Do birinci pillə, re ikinci pillə, mi üçüncü pillə, fa dördüncü pillə, sol beşinci pillə. 1, 2, 3, 4, 5 pillə. Xalis kvinta. Ton tərkibi isə keyfiyyət ölçüsü 1 ton, 2 ton, 3 ton, yarım. 1 ton, 2 ton, 3 ton, yarım. Ümumiyyətlə formulları ton tərkibi hesablayanda istəsək qara dillərlə, istəsə də ağ dillə hesablaya bilərik. Mən qara dillə hesablayıram. Amma istəsəz ağ dillə hesablaya bilərsiniz. Məsələn, ağ dillə hesablayanda 1 ton, 2 ton, 2 ton yarım, 3 ton yarım. Daha sonra kiçik seksta. Kiçik sekstanın pillə sayı 6'dır. Do, la bemol. Do birinci pillə, re ikinci pillə, mi üçüncü pillə, fa dördüncü pillə, sol beşinci pillə, la bemol altıncı pillə. 1 pillə, 2 pillə, 3 pillə, 4 pillə, 5 pillə, 6 pillə. Do ilə la bemolun arasında 6 pillə var. Ton tərkibi isə kiçik sekstan. Ton tərkibi 1 ton, 2 ton, 3 ton, 4 ton. 1 ton, 2 ton, 3 ton, 4 ton. Böyük sekstan. Pillə sayı 6'dır. Böyük sekstan pillə sayı 6'dır. 1 pillə, do, re, 1 pillə, 2 pillə, 3 pillə, 4 pillə, 5 pillə, 6 pillə. Do, re, 1 pillə, 2 pillə, 3 pillə, do, mi, 3 pillə, fa, 4 pillə, do, sol 5 pillə, do, la 6 pillə. Ton tərkibi keyfiyyət ölçüsü do, re 1 ton, 2 ton, 3 ton, 4 ton, 5 ton. Do, re 1 ton, re, mi 1 ton, mi, fa, diez 3 ton, 4 ton, yarım. Kiçik septima. Kiçik septimanın pillə sayı. Kiçik septimanın pillə sayı do, si bemol. Do, si bemol. Do, re 2 pillə, mi 3 pillə, fa 4 pillə, sol 5 pillə, la 6 pillə, si bemol 7 pillə. Do'dan si bemola qədər 7 pillədir. Kiçik septima. Do'dan si bemola qədər 7 pillədir. Do, re, mi, fa, sol, la, si bemol 7 pillə oldu. Ton tərkibi 1 ton, 2 ton, 3 ton, 4 ton, 5 ton. Do, si. Do, si. Pillə sayı 7'dir. 1 pillə, 2 pillə, 3 pillə, 4 pillə, 5, 6, 7. 1 pillə. Do, 1 pillə, do, re 2 pillə, do, mi 3 pillə, do, fa 4 pillə, do, sol 5 pillə, do, la 6 pillə, do, si 7 pillə. Daha sonra bu deməli do, si 7 pillədir. Keyfiyyət ölçüsü 1 ton, 2 ton, 3 ton, 4 ton, 5 ton, yarım. 1 ton, 2 ton, 3 ton, 4 ton, 5 ton, yarım. Daha sonra xalis oktava. Xalis oktavanın pillə sayı 6'dır. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8'dir. Xalis oktavanın pillə sayı 8'dir. 1, 2, 3, 4, 5, 6, 7, 8. Do'dan birinci oktavanın do notundan ikinci oktavanın do notuna kimi. Ton tərkibi 1 ton, 2 ton, 3 ton, 4 ton, 5 ton, 6 ton. 1 ton, 2 ton, 3 ton, 4 ton, 5 ton, 6 ton.